torpaqlar vermək lazımdır kəndlilərə. Torpaqların hamısını alıblar, oliqarxlar, hasara alıblar qardaş, vermirlər cəmaat əkməyə. Cəmaat bu torpağı əkib həm özü dolanmalı, həm də bax bu Bakı cəmaatını dolandırmalı. Bütün rayonlarda, kəndlərdə olan iri sahəli torpaqlar hansı ki hektarlardan var ha, hamısının hasarını sövmək lazım. Vermək lazımdır cəmaata. Ki millət əksin, heyvanlı otarsın. Ki və əhaliyə məhsul yetişdirsin. Biz özümüzü tamamilə təmin edə bilərik. Həm kənd təsərrüfatı məhsullarından, yəni qıraqdan İranın kartofu gəlir, qardaş, onu heyvana verirlər orada. Bizim kartoflar çox gözəldir, çox yaxşıdır. Həm Rusiyadan gələn kartoflar yaxşıdır. Yəni öz məhsulumuzu yetişdirmək üçün torpaq sahələri ayrılmalıdır. Bugün kənd təsərrüfatından, kəndliyə verilən, zəhmətinə verilən qiymət o qiymət deyil. Kəndlinin məsələn, tutaq ki, adicə belə deyək də, gedin bu dəqiqə görün Almanı quvada neçə alırlar qardaşım, hə? 50 qəpiyə alırlar, düzdür qadınam, 30 qəpiyə alırlar, burada neçə satırlar? Bir maddə 50 qəpiyən aşağı sən palmit alması taparsan, tapa bilməzsən. Nədən irəli gəlir? Yəni ortadakı o dəllallar qazanır da qardaş. Bunu birbaşa burada məsələn gətirib verirsə, ya özü gətirib burada bir satışda, bazarlarda imkan yaratsalar, bazarlarda hamısı monopoliyadır. Əsas kökdə axtarmaq lazım ki, torpağı kəndliyə vermək lazımdır. Kəndli o torpaq əkilməsə, məhsul necə yetişib və necə ucuzluq ola bilər? Hə? Yaxşı, mənim bir dənə əkən, düzdür qardaş. Mən verirəm sizə, siz satsınız, siz verirsiniz o kişiyə, o kişi belə-belə. Bir nəfər əkir, fərqiniz tutun, 30 nəfər satan var. Malın qiyməti necə düşə bilər? O zaman düşə bilər ki, bir 10 nəfər, 15 nəfər, 20 nəfər əksin, ortaya bir şey çıxsın ki, hamı da satsın, hamı da alsın.